Salam dostlar. Judo, boks, karate, güləş, taekwondo, ümumiyyətlə 9 idman növündə Azərbaycan idmançıları 33 qızıl medal qazanaraq 3-cü MDB oyunlarında Azərbaycanda keçirilirdi. Ümumi hesabda ikinci yeri tutdular. Belarusu bir qızıl qabaqlaya bildik. Birinci yer haqqında, Rusiya haqqında danışmayacağım. Aydındır, güclü heyət, 130 qızıl medal. Bu rəqəmlə artıq hər şey izah olunur. Sadəcə olaraq maraqlı idi ki, Azərbaycan idmanının gələcəyi kimin əllərindədir? Çünki burada çıxış edən idmançıların çox hissəsi Azərbaycan idmanının gələcəyidir. Və bizim idmançıların demək olar ki, bütün idman növlərində bir növü çıxmaq şərti ilə medal qazanması izah edir ki, ola bilər gələcəkdə komandamız daha da yaxşı nəticələr göstərsin. Gələcək haqqında demişkən, ola bilər ki, 4-cü MDB oyunları olmasın və yaxud da yenə də eyni keçirilən ölkələrin hansındasa olsun. Çünki Qazaxıstan və Qırğızıstan bu oyunlardan imtina etdi.